Salam hörmətli izləyicilər. Bu video kimə maraqlı olacaq? Təlim müəllimlərinə və təlimdən sonra öz maşınına təlim müəllimi ilə keçənlərə. Burada bir xata var. Yəni təlim maşınında tormuz pedalı var və müəllimlərin çoxsu yalnız ehmallı tormuz verməyə öyrədir tələbəyə ki, maşınları xarab olmasın. Amma təlim maşınından tələbənin maşınına keçdikdə ola bilsin ki, kimsə kəskin bizi kəssin və yaxud piyada kəskin yolumuza çıxsın. Ona görə tələbə reaksiya verməyə bilər. Buna görə 3 məsləhət var, 3 komanda var, hansı ki tələbəni onun maşında təlim müəllimi ilə sürdükdə qəzalardan qoruyacaq. Birinci komanda sürəti azalt, amma qısa deyəcəyi azalt. İkinci komanda stop. Üçüncü komanda çepə. Çepə nədir? Çepə yəni qəflətən, həddindən artıq qəflətən maşının qabağına kimsə çıxanda artıq maşının arxası barədə fikirləşmirsən, tormuzu axıra qədər basırsan. Bunu çox müəllimlər öyrətmirlər. İndi isə praktikada deməli bu 3 variantı mən sizə göstərəcəm. Tələbə ilə olduqda bu 3 variantı göstərəcəm. Deməli təlim müəllimləri bundan istifadə eləsəz yaxşıdır. Xeyiriniz olar, xeyir taparsınız. Deməli həm də zəhmətiniz hədər getməz də. Yəni tələbənin maşınını vurmazsınız. Tələbələrə də bu ona görə lazımdır ki, müəllimlərindən tələb etsinlər ki, hadisələrə düşməsinlər. İndi isə zəhmət olmasa bu 3 varianta baxın. 3 komanda var, hansı ki tələbənin maşını vurmaqdan qoruyur. Komandalar belədir. Azalt, birinci komanda. Stop, ikinci komanda. Çepə. Nədir? Azalt, deməli sürət kimsə sizi kəsəndə, deməli piyadalar bilirsiniz necə çıxırlar maşının qabağına. Kimsə çıxanda biraz azaltmaq söhbəti. İkincisi stop. Stop o deməkdir ki, maşını daha kəskin biraz saxlama, amma tam kəskin yox. Üçüncü komanda isə çepədir. Çepə odur ki, ağacın üstündən bir də görürsən yola kimsə tullanır. Bir də görürsən ki, avtobusun dalından qəflətən çıxır. Burada artıq maşının dalı barədə fikirləşmək mümkün deyil. Burada yalnız bir fikir olmalıdır. Həmin adamı vurmamaq, həmin maşını vurmamaq. Gəlin praktikada onu sizə göstərim. Zəhmət olmasa da mışlarını yandırın. Azca qəz. Birinci komanda. Azalt. Bax, bu azaltmaqdır. Bıraxdın, qəzi verdin. Azalt. Və sizi sıxan maşını vurmadınız. İndi stopu məşq edirik. Azca qəz. Stop. Ay sağ ol. Və biz kimisə vurmadıq. Azca qəz. Stop. Əla. Azca qəzi verdik. Stop. Və ən axırıncısı. Qəflətən, dəhşətli qəflətən qabağımıza çıxan adamı vurmamaq üçün çepə komandası. Burada artıq tormuzu tələbəni öyrətmək lazımdır ki, adda müəllimlər yalnız mülayim tormuzu öyrədirlər ki, maşın xarab olmasın. Baxın çepə nədir? Qazı verdin. Çepə! Əla. Və biz adamı vurmadıq. Bıraxdın, qazı verdin. Çepə! Niyə bəhdən danışıram? O bəhdən çepə deyəndə tələbə onu o dəqiqə başa düşür ki, nəsə qabağımızda dəhşət hadisi var. Və bu çox vacibdir. Bu çox vacibdir. Yenə də deyirəm, müəllimlərin çoxsu yaxşı öyrədirlər, eləyirlər. Bu 3 komandanı öyrətmirlər. Ona görə həm müəllimlərədir bu video, həm də tələbələrədir ki, müəlliminizdən bunu tələb edin. Diqqətinizə görə çox sağ olun.